Mənzərəsi var. Yox, yəqin hərdən düşünürsən, indi əlbəttə ki, qazanc üçün insan çalışır, əziyyət çəkirik. Bəlkə də kənardan daha rahat görünsə də olur ki, saatlarla təyyarədə, bu təyyarədən o biri təyyarəyə, bu ölkədən o biri ölkəyə, bu şəhərdən o biri şəhərə. Amma çətindir, deyirsənmi? Bax, qazandım, aldım, bir rahat evimdə oturardım, mən də istirahət edərdim. Mən bir şey deyim, Aytekin, ilk dəfə mən bura gəlib baxanda, bu evə baxanda, dedim, Allah, mən burada evim olsa dərdim olmaz. Adam burada dərdini çəkər. Belə mənzərədə kreditlə almışdım uzun müddətli, çətinliklə də ödədim. Amma mən bir şey başa düşdüm ki, bu yaşadığım, bu ömrüm boyunca, bu həyatda qazandığın hər şey mənasızdır. Hər bir şey mənasızdır. Bir vaxtdan sonra sən mənzərənin nə olduğunu belə görmürsən. Bir gün görürsən, 2 gün görürsən. Önəmli olan o evin içində yaşadığın xoş günlərindir, xoş anlarındır, hüzurundur. Yəni gerisi boşdur da, bu maşını alaram, xoşbəxt olaram, bu ev alaram, xoşbəxt olaram deyə bir şey qəti surətdə yoxdur. Çox şükürlər olsun, xoşbəxtsən. Allah o derə gözəl xanımsan, evlatlar var, o derə rahatlıq var. Önəmli olan odur ki, Allah o istədiyin ruzunu yetirir. Çünki o da çox şanslısan, sevilirsən, siman gözəldir. Yəni bunlar da çox önəmlidir. Bugünkü günümüzə, bax bugünkü halımıza çox şükürlər. Əlbəttə ki, çox şükür.